BMW sürənlər, bu videonu sizə görə çəkirəm. Deməli, avtomobil 2 motordur. Avtomobilin motoru səsli işləyirdi. Dedik, açaq, burada olan bir kəpkir olur. Yağ nasosudur, yağ nasosunun ağzında olur kəpkir. Dedik, açaq onu yuyaq, təmizləyək. Yaxşı ki də, yəni açmışıq. Gördüyünüz kimi sökülüb. İndi sizə kəpkirin halını göstərim və karterin vəziyyətini göstərim. Görün nə vəziyyətdədir. Deməli, bu gördüyünüz kimi kəpkir. Görürsünüz, tutulub. Bu da karterdir. Bu da gördüyünüz kimi şokoladdır. Karterin içindən çıxır. Yağın çox bahalı yağ olduğuna görə olub. Bax bu. Avtomobilə çox gözəl baxılıb. Ona görə belə şeylər var. Belə hallara diqqət etmək lazımdır dostlar. BMW belə şeyləri sevmir.